Mayın 17-sindən 22-sinədək keçiriləcək BMT-nin məskunlaşma proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçiriləcəyi Bakı Olimpiya Stadionu tam hazırlıq vəziyyətinə gətirilib. VUF-13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov media nümayəndələri üçün stadionda qurulan işlər barədə məlumat verib. Forum məkanı və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi 53 hektardır və burada yaradılan 43 hektar ərazi isə əsas tədbir məkanı. 10 hektarı isə nəqliyyat təminatı və parklanma transfer zonası kimi planlaşdırılıb. Bununla yanaşı stadion müvafiq zonalara bölünüb. A zonası 5 küçədən ibarətdir. Hər küçəyə Azərbaycanın müxtəlif şəhərlərinin adı verilib. Stadion ərazisində quraşdırılmış milli üslubda dekorasiyalarda Azərbaycanın qədim şəhərsalma üslublarından istifadə olunub. Yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, iki tərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri üçün ayrılıb. Forumun keçiriləcəyi günlərdə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirdə BMT-nin 6 rəsmi dilləri ilə yanaşı Azərbaycan və Türk dillərində də sinxron tərcümə təmin ediləcək. Bunun üçün xaricdən əlavə olaraq 1000-dən çox beynəlxalq tərcüməçilər də cəlb olunub. Jurnalistlərin operativ fəaliyyət göstərməsi üçün media mərkəzdə yaradılıb. İndiyədək 1200 jurnalist qeydiyyatdan keçib. 600 nəfərlik tutuma malik media zonasında 400 jurnalist eyni anda iş görə biləcək. Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, geniş miqyaslı fiber optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb. Forumun keçiriləcəyi ərazi üzrə 35-dən çox iaşə məntəqəsinin fəaliyyəti nəzərdə tutulub. Bu məntəqələr qapalı və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanılmasına və xidmət əlçatanlığının təmin olunmasına imkan verəcək. Bakı Olimpiya Stadionu daha bir mötəbər forumu qarşılamağa hazırdır və akreditasiyadan keçən iştirakçılar üçün yaxa kartlarının verilməsi prosesinə də başlanılıb. Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri mövzusuna həsr olunub.